Mən Elşad Abbasov, bu MDV oyunlarının qalibiyəm. İlk qızıl medalı mən qazandım. Yəni görüşlərimi çətin keçsə də buna baxmayaraq axıra kimi dözdüm. Allaha da şükür edirəm. Bundan qabaqki hədəflərim də qabaqki yarışlarımızda gənclərdə Respublika vardı. İnşallah oranın çempion olaram və dalıcı Avropa dünyası vardı. Ən böyük arzum da ki, Olimpiya çempionu olmaqdır. Buradan öz şəxsi məşqçim Fuad Aydınlıya və yığma komandanın baş məşqçisi Talih İsrafilova və digər məşqçilərə təşəkkür bildirirəm. Çox sağ olsunlar, üstünə əziyyəti çox oldu. Yarış yaxşı keçdi, güclü keçdi. Dünya çempionatından sonra bura hazırlaşmışdıq. Rəqiblər də yaxşı idi. Biraz zədələrimiz var idi, amma buna baxmayaraq çempion olduq, şükür Allaha. Burada üstümdə əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Üstümüzdə dua eləyənlərə təşəkkürümü bildirirəm. Və yığma komanda məşqçilərinə təşəkkürümü bildirirəm. Şəxsi məşqçimə təşəkkürümü bildirirəm. Növbəti hədəflərim inşallah gələn il Avropa, dünya, inşallah Olimpiyada. Əla keçdi. Hər şey yaxşı oldu. Nəticə də əla oldu. Rəqiblərim güclü rəqiblər idi, amma yenə də qalib biz oldu. Şəxsi müəllimim Nazim Əhmədova və digər milli komandanın müəllimlərinə dərin təşəkkürlərimi bildirirəm. Bizi yarışa yaxşı hazırlaşdırdılar və tamaşaçılara və uzun yoldan gələn atama təşəkkürlərimi bildirirəm, əməklərimə təşəkkürlərimi bildirirəm.